Əmir əl-Mömin əleyhissalam bir kəlamında buyurur ki, təəccüb eləyirəm o kəsə ki, özündən yuxarıdakının rəhmətini arzuluyur, amma özündən aşağıdakına rəhm eləmir. Allahın rəhmini istəyir, amma evində ailə şəxsinə rəhm eləmir. İşdə işçilərinə mərhəmətlə davranmır, amma Allahdan rəhmət diləyir. Və Həzrət Rasulullah buyurur ki, rəhm edənlərə qiyamət günü rəhman olan Allah da rəhm edəcəkdir. Sən yerdə olana rəhm et ki, səmada olan da sənə rəhm etsin. Əmir əl-Mömin əleyhissalam buyurur ki, özündən aşağıdakına rəhm et. Özündən aşağıdakına rəhm et ki, səndən yuxarıdakı da sənə rəhm etsin. Öz səhvivi, öz günahı, Allah qarşısında olan xəta, Allah qarşısında olan günahı, onun sənə qarşı etdiyi səhv və günahına müqayisə elə. Gör, hansı böyükdür. Sən bir insansan, məxluqsan, sənə qarşı bir səhv eləyib, xəta eləyib. Sən yerin göyün sahibi olan Allaha qarşı xəta etmisən, günah etmisən. Sonra da deyir, onun sənin rəhmətinə olan ehtiyacını, sənin Allahın rəhmətinə olan ehtiyacı ilə müqayisə elə. Gör, sən nə qədər Allahın rəhmətinə möhtaçsan. Onun sənin rəhmətə ehtiyacı bir o qədər də çox deyil. Buna görə də deyir, rəhm et ki, sənə də rəhm olunsun.